Sxemə uyğun gələn reaksiyanın tipini müəyyən edin. Gördüyümüz kimi reaksiyada A üstəgəl BC alınıb AC və B. Burada baş verən proses gördüyümüz kimi A, B-ni burada sıxışdırıb çıxarıb, yəni əvəz etmə gedib. A atomu B atomunu əvəz edib. Ona görə bu tip sxemə uyğun gələn reaksiyalara biz əvəz etmə reaksiyaları deyirik. Doğru cavab D variantı olacaq. Uyğun ifadələri Eyler-Venn diaqramında qeyd edin. 1. Kovalent rabitəsi var. Gördüyünüz kimi Venn diaqramında götürülən maddələr su və natrium hidroksiddir. 1. Kovalent rabitəsi var ifadəsi deməli hər ikisinə uyğun olacaq. Çünki suyun biz gördüyümüz kimi əmələ gələn, yəni molekul əmələ gəlməsində iştirak edən atomlar qeyri-metal atomlarıdır. Natrium OH-da da yəni buradan da bu şəkildə də baxıb görə bilərik ki, metal, qeyri-metal və iki qeyri-metal var. Burada metal, qeyri-metal arasında yaranan, yəni anion-kation tipli rabitələrə biz deməli ion rabitəsi, ancaq iki müxtəlif qeyri-metal arasında da bu da kovalent rabitə deməkdir. Deməli doğru 2-yə uyğun olan 1 olacaq. İon kristal qəfəsinə malikdir. İon rabitəli maddələr üçün bu doğrudur. Deməli natrium hidroksiddə ion rabitəsi var. Kristal qəfəsi, ion kristal qəfəsi olacaq. Hidrogen rabitəsi əmələ gətirir. Bu da bizə məlumdur ki, suya aiddir. Suda biz bilirik ki, fon və hidrogen arasında bu hidrogen rabitəsi yarana bilər. Yəni su molekulları arasında da bu şəkildə biz hidrogen atomu və oksigen atomu arasında bu şəkildə hidrogen rabitələrinin olduğunu bilirik. Deməli, doğru cavabımız 3, 1, 2, C variantı olacaq. Cədvəldə üzvü maddə molekulu verilmişdir. Deməli, molekulda ümumi rabitələrin sayı bizdən soruşulur. Bizə məlumdur ki, ümumi rabitələri biz müəyyən etmək üçün bunu açıq şəkildə də yaza bilərik. Deməli, iki qat rabitə biri pi rabitəsidir, digəri deməli sigma rabitədir və hidrogenlərin hər biri sigma rabitəsi vasitəsilə və yaxud da ki, polymer kovalent rabitə vasitəsilə də deyə bilərik. Karbon atomlarına birləşir. Ümumi rabitələrin sayını gördüyümüz kimi 1, 2, 3, 4, 5, 6 olacaq. Deməli, doğru cavab A variantı. Dəm qazının oksigendə yanma reaksiyası verilmişdir. Reaksiyasına əsasən 1 mol dəm qazı reaksiya daxil olarsa, ayrılan istiliyi bizdən soruşulur. Deməli, reaksiya tənliyinə əsasən baxıram ki, 2 mol dəm qazı, yəni CO desək, reaksiya daxil olduqda alınan istilik miqdarı Q ilə göstərilmişdir reaksiya tənliyinə uyğun. 1 mol üçün deməli bizdən soruşulur. X desə, X də buradan bərabər, deməli 2 dəfə azaldığı üçün o zaman Q böl 2 olacaq. Deməli, doğru cavab D variantı. Hansı reaksiyada X maddəsinin formulu CH4-dür? Gördüyümüz kimi reaksiyalar verilmişdir, əmsallaşması aparılıb. Deməli, biz sağda və solda olan atom sayılarına əsasən X-i müəyyən edə bilərik. Əvvəlcə oksigen atom sayılarına baxıram. Solda 4 oksigen var birinci reaksiya üçün. Sağ tərəfdə 2 oksigen burada, 2 də suyun əmsalına görə 4. Solda və sağda oksigen atomlarının sayı bərabərsə, X-in içərisində deməli oksigen atomu yoxdur. Ancaq karbon və hidrogen atomu var. Bir karbon atomu olduğu üçün 1 burada, X-in onsuz əmsalı 1-dir. Deməli, sağda 4 hidrogen var və 2 vur 2, 4 elədiyi üçün X-in əmsalı 1 olduğu üçün hamısını deməli hidrogen əmsalına yazıram. 1 doğrudur. Deməli CH4-ümüş. İkinci reaksiyada baxıram. Solda oksigen 3 vur 2, 6-dır. Sağda 2 vur 2, 4. 2 də suyun əmsalına görə 6. Yenə burada deməli X-in tərkibində ancaq karbon və hidrogen atomları var. Oksigen atomu yoxdur. Karbon atomlarının sayına baxıram. Sağda 2-dir. Solda X-in əmsalı 1-dirsə, deməli indeksinə 2 yazmalıyam. Hidrogen atomlarının sayısı 2 vur 2, 4. Deməli, solda da hidrogen atom sayı 4 olmalıdır. Ancaq burada hidrogen sayıları bərabər olsa da karbon sayı çox olduğu üçün deməli CH4 deyil. Üçüncü halda X maddəsi parçalanır. Karbon və hidrogendən ibarət maddə və hidrogen əmələ gəlib. Yenə orada mən X-ə baxıram. Tərkibində ancaq karbon və hidrogen olduğunu bilirəm alınan maddələrə görə. Və nəticədə X-in əmsalı 2-dir deyə sağda karbon sayı 2-dir. Deməli, əmsala bölüb indeksinə yazmalıyım. 2 2-yə böləndə 1 eləyəcək. 1 indeksi yazılmır. Sonra hidrogen sayına baxıram ki, 3-ü 2-yə vururam 6, 2 də burada 8. 8-i X-in əmsalına böləndə deməli 4 eləyəcək. 4 indeksi yazılacaq artıq.
Çünki 2 vur 4 solda da 8 eləyəcək. Gördüyümüz kimi burada da deməli x CH4-ə uyğundur. Doğru cavab 1, 3 A variantı olacaq. X-in dövr sistem cədvəlində mövqeyini müəyyən edin. Gördüyümüz kimi X atomunun S elektronlarının sayı 8-dir. D elektronların sayı isə 6-dır. Deməli biz X atomu üçün elektron formunu yazaq. 8 S elektron olsun, 6 da D elektron. Bizə məlumdur ki, 3-cü energetik təbəqədə artıq D elektronları olmağa başlayır. 3D ilə başlayır belə deyək. Deməli 1S üstü 2, 2S üstü 2, 2P üstü 6, 3S üstü 2. Artıq S elektronlarının sayı 6 oldu. Deməli 3P üstü 6, 4S üstü 2 olacaq. Artıq bu elektronların dolma ardıcılığını bilirik və 8 S elektronu var artıq və 3D üstü 6 ilə bitəcək. Bizə məlumdur ki, sonu S və D ilə qutaran bu tip elektron formuna malik elementlərin dövr sistemində mövqeyini biz müəyyən edərkən S və D-də olan elektronların sayı onun qrupunu göstərir. Yəni burada deməli 8 elektron olduğu üçün və D ilə bitdiyi üçün əlavə yarım qrup olacaq. 8B yarım qrupu. Ən son S-in qarşısındakı rəqəm də bilirik ki, dövrü göstərir. Yəni 4-cü dövr olacaq. O zaman doğru cavab C variantı. Cədvəldə A maddəsi verilmişdir. 11.2 litrində normal şəraitdə deməli olan elektronların sayı 11.5 Na olarsa bizdən həmin A-ya uyğun gələn maddə soruşulur. Deməli əvvəlcə biz 11.2 litr üçün orada olan deməli elektron sayı 11.5 Na olarsa 22,4 litr üçün, yəni 1 mol üçün tapası olsaq deməli 2 ixtisar gedər. 23 Na sayda elektron saxlamış olacaq. Biz indi molekulda olan elektron sayını tapsaq, yəni 1 molunda olan və yaxud 22,4 litrində olan Na sayda deməli molekulda olan elektron sayı Na-ya vurmaqla müəyyən edə bilərik. Mən baxıram deməli molekulunda həmin maddənin 23 deməli elektron olmalıdır. Y və D variantları ola bilməz. Çünki oksigen 2-dir, 2-yə vuracam 16 eləyəcək, azot 2-dir. Burada azot molekulunda azot atomları 2-yə vuracam 14 eləyəcək. A variantına baxıram, elektron sayını hesablayıram molekul üçün. Deməli burada 2 vur 7, üstə gələk 8 oksigen üçün verilib. Deməli hər biri üçün burada verilib. 14 üstə gəl deməli 8, o da eləyəcək 22 molekulda. Yəni deməli 1 molda və yaxud da ki 22,4 litrində isə 22 Na sayda eləyəcək. Deməli bu da doğru cavab deyil. B variantında olan molekulda deməli elektron sayını hesablayası olsaq 7 üstə gəl 2 vur 8, o da bərabərdir. Deməli 16 üstə gəl 7, 23 eləyəcək. Deməli bunun da 22,4 litrində və yaxud da ki 1 molunda olan deməli elektronların sayı 23 Na sayda ola bilir. Doğru cavab belə B variantı olacaq. C-yə də artıq baxmağa ehtiyac yoxdur. Hansı maddənin molekulunda daha çox atom var? Deməli, əvvəlcə biz hər bir deməli variantda olan maddələrin molekul formunu yazaq. Kükürdü əmələ gətirdiyi molekul S8-dir. Suyun əmələ gətirir, yəni kristallı kükürt dediyi üçün elə biz birbaşa S8 yaza bilirik. Suyun molekulu H2O, ozon molekulu O3, ağ fosfor molekulu P4 və helium artıq bizə məlumdur ki, elə tək atomlu maddə əmələ gətirir. Gördüyümüz kimi burada atom sayına baxası olsaq, hər birində ən çox kristallik kükürddə deməli molekulunda atom sayı var. 8 kükürd atomundan əmələ gəlir molekulu. Doğru cavab A variantı olacaq. Civə və kalsium üçün ümumi olan nədir? 1. Metaldır. Qeyd olunub, bu doğrudur. Hər ikisi metallara aiddir. 2. Adi şəraitdə mai haldadır. Civə mai haldadır. Adi şəraitdə ancaq kalsium bərk haldadır. Bizə məlumdur ki, deməli, adi şəraitdə mai halda olan metalımız civədir. Digər metallar isə bərk haldadır. 3. Əlavə yarım qrupda yerləşir. Civə əlavə yarım qrupda yerləşir, ancaq kalsium əsas yarım qrupda yerləşir. Burada civəni bilməsək də, ancaq kalsiumu əsasən biz müəyyən edə bilərik ki, kalsium əsas yarım qrupda yerləşir. Ona görə bu da ümumi olmayacaq. Elektrik cəryanını keçirir. Bu da artıq bütün metallar biz bilirik ki, elektrik cəryanını keçirir. Buna əsasən də biz
rahatlıqla cavabın 1-4 olduğunu müəyyən edə bilərik. Doğru cavab Y variantı olacaq. Cədvəldə HXO4 maddəsi verilmişdir. X-in oksidaşma dərəcəsi bizdən soruşulur. Deməli, HXO4, bunun oksidaşma dərəcəsini A desək, oksigen əksər birləşmələrində -2-dir, hidrogende müsbət 1-dir. Deməli, cəbri cəmini, o elementlərin oksidaşma dərəcələrinin cəbri cəmini 0-a bərabər eləməliyəm. Deməli, hidrogen 1, A verdi X-ə və 2 vur indeks mütləq nəzərə alınacaq. 2 vur 8, 4 eləcə -8, deməli, bağlayırıq, bərabər 0. Buradan da A bərabərdir, deməli, müsbət 7 olacaq. Doğru cavab B variantı. Fiziki hadisələri müəyyən edin. Bizə məlumdur ki, fiziki hadisələr zamanı maddələrin adətən aqreqat halı, həcmi və forması dəyişə bilir. Deməli, verilənlərdən birinci ərimə verilib. Ərimə bizə məlumdur ki, fiziki prosesdir və eyni zamanda fiziki hadisə olacaq. Yəni, tərkib dəyişməsi baş vermir. Tərkib dəyişməsi baş verirsə, o kimyəvi hadisədir. 2. Yanma verilib. Yanma zamanı maddənin tərkibi dəyişir. Ona görə kimyəvi prosesdir və kimyəvi hadisədir. 3 də tərkib dəyişməsinin baş verməsi ilə nəticələnir. Paslanma kimyəvi prosesdir. 4. Buxarlanma fiziki ayrılma üsullarının hamısı deməli, fiziki hadisələrdir. Məsələn, 5-də də verilib distillə, bu da fiziki ayrılma üsuludur. Bunu da götürəcəyik. Deməli, doğru cavab fiziki hadisələr üçün 1, 4, 5, Y variantı olacaq. Temperaturu 50 dərəcədən 10 dərəcəyə qədər azaltdıqda hansı maddələrin kondensləşməsi baş verir? Bizə məlumdur ki, kondensləşmə maddənin qaz aqreqat halından maye halına keçməsidir. İndi verilənlərdə gördüyünüz kimi hər biri üçün ərimə temperaturu verilib və qaynama temperaturu verilib. Bizə məlumdur ki, ərimə temperaturundan əvvəl, yəni T ərimədən əvvəl maddələr bərk halda olur. Ərimə temperaturu və qaynama temperaturu arasında olan intervalda maddələr maye halda olur. Deməli, buradan maye olacaq və qaynama temperaturunda yuxarı temperaturda isə qaz halında olur. Onu bilirik. Deməli, verilən A üçün baxıram. 50 dərəcədə A maye halda olacaq, 10 dərəcədə yenə maye halda olacaq. Çünki ərimə temperaturu 0 dərəcədir, qaynama temperaturu 100 dərəcədir. 50 dərəcədə həmin maddənin göstərəcəyi fiziki xassə aqreqat halı olaraq mayedir, 10 dərəcədədir, mayedir. Yəni, maye halda olacaq. Mayədən mayəyə dəyişən bir şey yoxdur, yəni qazdan mayəyə olmalıdır. B üçün baxası olsam, -35 əriməsi 50 dərəcədə deməli artıq qaynama temperaturunu belə keçir. 50 dərəcə bura düşdüyü üçün qaz halından deməli 10 dərəcə isə -35-dən böyükdür, müsbət 5-dən də böyükdür. Deməli yenə də elə qaz halında qalacaq. Yəni həmin maddənin həmin temperatur dəyişməsi o maddənin aqreqat halının nə maye nə də bərk olmasına səbəb olmayacaq. Deməli B də doğru deyil. C-yə baxırıq. C-də deməli 50 dərəcədə qaynama temperaturuna yüksəkliyə qaz halında olacaq. Ancaq 10 dərəcədə isə həmin bu intervala düşəcəyinə görə maye halda olacaq. Deməli, ancaq C-də olan maddəni 50 dərəcədən 10 dərəcəyə qədər azaltdıqda temperaturunu kondensləşmə prosesi baş verə bilər. Deməli, doğru cavab C variantı olacaq. Dövr sistem cədvəlinin kiçik dövrlərindən bir hissə verilmişdir. Y-in sıra nömrəsi bizdən soruşulur. Bizə məlumdur ki, kiçik dövrlər eyni zamanda əsas yarım qrup elementlərdir. Burada hidrogen yerləşir. Birinci element, ikinci elementimiz deməli heliumdur. Proton sayı soldan sağa və yuxarıdan aşağı doğru artır bilirik ki, deməli 3 bu olacaq, 4 bu olacaq. Ümumi şəkildə nömrəliyib də Y-i tapa bilərik. Ancaq qısa olaraq da bizə məlumdur ki, əsas yarım qruplar üçün eyni qrupda yerləşən element aşağıdakı yerləşən elementin proton sayı yuxarıda yerləşən elementin proton sayından 8 fərqlə yerləşir. Deməli, 4-ün üzərinə 8 yazsaq 12 eləyəcək. Və yaxud da ki, bir-bir nömrəliyib də soldan sağa və yuxarıdan aşağı nömrələmə ilə də müəyyən etmək olardı. Deməli, Y üçün sıra nömrəsi 12-yə bərabərdir. Doğru cavab B variantı. Bəsit maddəni müəyyən edin. Bizə məlumdur ki, eyni növ element atomlarından ibarət olan maddələrə bəsit maddələr deyilir. Ümumi şəkildə, məsələn, X2 şəklində deyə bilərik ki, eyni X atomu və yaxud da X3 şəklində də ola bilər, X4, X8 deməli tipli də bəsit maddələrimiz var. Quru buz tərkibini bilirik ki, quru buz karbon qazının bərk halıdır.
en az 2 element atomdan ibarətdir. Deməli bu ola bilməz. B variantında suyun tərkibini kimya formulu H2O en az 2 element atom var. Deməli bu da ola bilməz. Bəsməldə yalnız eyni növ element atomlarından ibarət olmalıdır. Xörək duzu, natrium xlorid yenə 2 element atom var. Ola bilməz. D variantında yod molekullarından ibarətdir və eyni növ atomlarından, yəni yod atomlarından ibarətdir. Elə doğru cavabımız deməli D variantı olacaq. Y variantında isə metan bizə məlumdur ki, CH4 şəklində yazılır və tərkibində karbon və hidrogen atomları var. Doğru cavabımız D variantı oldu. Uyğunluğu müəyyən edin. Deməli, mürəkkəb maddənin əmələ gəlməzliyi kilojol molla verilmişdir. 1500, 650, 1600. Sağ tərəfdə isə reaksiya tənlikləri verilmişdir. Bizə məlumdur ki, mürəkkəb maddələr, sağ tərəfdə göstərilən bu maddələrdən söhbət gedir və əmələ gəlməzliyi deyərkən 1 mol mürəkkəb maddə bəsit maddələrdən əmələ gələn zaman udulan və ya ayrılan istilik miqdarına deyilir. Gördüyümüz kimi birincidə 1300'dür. İstilik effekti ancaq 1 molu üçün tapası olsaq biz 2'ye bölməliyik 1300'ü. Çünki 2 molu alınarkən 1300 alınıbsa deməli bu zaman 650 kilojol istilik ayrılar 1 molu üçün. Deməli bura uyğun gələcək. Deməli ikinci halda isə 3200 verilib və yenə əmsalı 2'dir. Əmsalda nəzərə almalıyıq. 2'ye böləndə alüminium oksidin 1 molu üçün o zaman deməli 1600 kilojol istilik ayrılar. Deməli ikinci də bura uyğun gələcək. Deməli 3000 kilojoldur. Onu 2'ye böləndə isə çünki əmsalı 2'dir. O zaman 1500 kilojol istilik ayrılar. Yəni 1 mol P2O5 alınarkən ayrılan istiliyi tapdıq. O da 1500 eləyəcək. Deməli verilən sxemimizə uyğun gələn B variantı doğru cavab olacaq. İyonlar üçün hansı müqayisələr doğru verilməmişdir? Deməli, bizdən iyonların proton sayı, elektron sayı, neytron sayı müqayisələri verilmişdir. Əvvəlcə biz iyonların elektron sayını müəyyən edək. Çünki proton sayı görsənir, bir də neytron sayını müəyyən edəcək. 19 müsbət 1 olduğu üçün deməli 1 elektron verib 18 olacaq elektron sayı iyon halı üçün. 20'dir, deməli 18 olacaq elektronu. 16'dır, mənfi 2'dir, 2 elektron alıb, deməli 18 olacaq. İndi proton sayı müqayisəsinə baxıram. Gördüyümüz bu sol tərəfdəki proton sayılarıdır. Proton sayı 2 böyükdür 1'dən, yəni 20 böyükdür 19'dan, o da böyükdür 16'dan. Bu doğru verilmişdir. Elektron sayı müqayisəsinə baxaq. Burada bir müqayisə verilib, amma biz baxırıq ki, bunlar izoelektrondur. Hər birində elektron sayı bərabər çıxdı. Onlarda hamısında 18'dir. Ona görə bu yanlışdır. Neytron sayı müqayisəsinə baxaq. 39'dan deməli 19 çıxanda neytron sayı 20 eləyəcək. Sonra 40'dan 20 çıxanda 20 eləyəcək. Deməli 1-2'yə bərabərdir, elə görsənir. Üçüncü hal üçün isə 32'dən 16 çıxanda 16 eləyəcək neytron sayı və digər deməli X və Y-in neytron sayından kiçik olacaq. Bu da doğrudur. Deməli bizdən doğru verilməyən soruşulur. Yalnız 2 Y variantı olacaq. CO-nun hidrogenə görə nisbi sıxlığını müəyyən edin. Bizə məlumdur ki, nisbi sıxlıq D ilə işarə olunur. Bir qazın maliyyə kütləsinin digər qazın maliyyə kütləsinə olan nisbəti nisbi sıxlıqdır. İndi burada hidrogen verildiyi üçün mən 2'ye böləcəm, yəni hidrogenin maliyyə kütləsinə böləcəm. Verilmiş qazın maliyyə kütləsi deməli CO bərabərdir 12/16, o da bərabər deməli 28 qram eləyəcək. Deməli burada 28 qram bölünsün 2 qram, o da bərabərdir 14 eləyəcək. Deməli doğru cavab Y variantı olacaq. Atom modeli verilmiş element üçün doğrudur. Bir nüvəsində 7 proton var. Gördüyümüz kimi bu energetik təbəqələri verilmişdir. Birinci energetik təbəqə və ikinci energetik təbəqə. Energetik təbəqədə olan elektronların sayına biz əsasən proton sayını müəyyən edə bilərik. Çünki neytral atomda proton sayı elektron sayına bərabərdir. Ona görə elektroneytral zərrəcik deyirik atoma. Deməli 1, 2, 3, 4, 5 xarici energetik təbəqəsində, daxili energetik təbəqəsində 6, 7 ümumi. Deməli 7 elektronu varsa 7 də protonu var. Bu doğrudur.
İki dövr sistem cədvəlinin 3-cü dövründə yerləşir. Gördüyümüz kimi birinci energetik təbəqə, ikinci energetik təbəqəsi var, üçüncü energetik təbəqəsi yoxdur. Biz energetik təbəqələrin sayına əsasən həmin elementin dövrünü müəyyən edə bilərik. Bu ikinci dövr elementidir. Deməli yanlışdır. 1s+2, 2s+2, 2p+5 elektron formula malikdir. Verilən elektronlara biz sayına baxası olsaq 2 üstəgəl 2 üstəgəl 5 cəmi 9 edir. Ancaq biz qeyd elədik ki, burada proton sayı da elektron sayı da 7-yə bərabərdir. Yəni onun elektron formulu, yəni x7-nin elektron formulu 1s+2, 2s+2, 2p+3 şəklində olmalı idi. Deməli bu da yanlışdır. Bizdən doğru olan soruşulur. Yalnız bir A variantı olacaq. Hansı halda oksigen 3 valentli olur? Deməli, bizə məlumdur ki, oksigen əksər birləşmələrində 2 valentli olur. Deməli, verilən metallı birləşmələrində 2 valentlidir. Suda 2 valentlidir və SO2 və O2-də, yəni O2-nin də molekul quruluşunu bilirik, 2 valentli. Ancaq donor-akseptor rabitəli CO-da, yəni bunları donor-akseptor rabitəsindən biz bilirik. Deməli, oksigen burada 3 valentlidir və də H3O dediyimiz hidroksonium ionunda oksigen 3 valentli olur. Deməli, doğru cavab C variantı olacaq. Brom üçün hansı ifadələr doğrudur? 1. Qeyri-metaldır qeyd olunub. Bu doğrudur. Brom qeyri-metallara aiddir. 2. 2 atomlu bəsit maddə əmələ gətirir. Doğrudur. Bizə məlumdur ki, bəzi maddələrimiz brom 2. Bəzi maddələrimiz X2 şəklində molekul əmələ gətirir. Bu şəkildə bəsit halda yaşayır. 3. Əmələ gətirdiyi bəsit maddə adi şəraitdə qaz halındadır. Bu yanlışdır. Bromdur, civədir. Bəsit maddə olaraq maye halda olurlar adi şəraitdə. Deməli, doğru cavab 1-2 C variantı olacaq. Reaksiyalar üçün ümumi olan ifadələri müəyyən edin. Deməli, gördüyümüz kimi karbonun və hidrogenin reaksiyalar verilmişdir. Karbon hidrogenlə, hidrogen isə oksigenlə reaksiyalar verilib. Bir homogendir qeyd olunub. Bizə məlumdur ki, reaksiya daxil olan maddələrdən, əgər reaksiya daxil olan maddələr eyni aqreqat halında olarsa, məsələn, yəni bu şəkildə qaz olarsa və yaxud da ki, maye üstəgəl maye şəklində və yaxud da məhlul üstəgəl məhlul şəklində olarsa, bu tip reaksiyalar homogen reaksiyalardır. Ancaq reaksiya daxil olan maddələrdən biri bərkdirsə, bu tip reaksiyalara biz heterogen reaksiyalar deyirdik. Homogen reaksiyalar vahid həcm boyu gedir, ancaq heterogen reaksiyalar isə toxunan səthdə baş verir. Deməli, ikisi üçün ümumi deyil. 2 eksotermikdir qeyd olunub, gördüyümüz kimi hər ikisi müsbət yükü ilə baş verib, eksotermikdir. 3 birləşmə reaksiyasıdır, bu da doğrudur. Deməli, reaksiya nəticəsində hər ikisindən bir mürəkkəb maddə əmələ gəlib. Deməli, doğru cavab 2-3 Y variantı olacaq. Hansı maddə bərk halda molekul kristal qəfəsi əmələ gətirmir? Qeyd olunub. Deməli, bizə məlumdur ki, su bərklikdə kovalent rabitəli maddə olduğu üçün molekul kristal qəfəsi əmələ gətirir. Eyni zamanda metan və hidrogen üçün də bu eyni qaydadır, çünki kovalent rabitəli maddələrdir və nəticədə deməli, bərklikdə molekul kristal qəfəsi əmələ gətirir. D-də də verilən maddəmiz molekul kristal qəfəsi əmələ gətirir. Ancaq C-də verilən bizə məlumdur ki, silisium özüdür, əksər birləşmələrdir ki, atom kristal qəfəsli maddə əmələ gətirir. Ona görə deməli, doğru cavab C variantı olacaq. Cədvəldə hissəcik kimi X3 müsbət iyonu verilmişdir. Elektron sayı 10 olarsa, neytron sayı bizdən soruşulur. Deməli, bizə məlumdur ki, əgər 3 müsbətdirsə, yəni elektron verib deməkdir. Həmin elementin normal halda, yəni 3-ünü verdikdən sonra 10 elektronu varsa, normal halda 13 elektronu var. Elə proton sayı da deməli 13-ə bərabərdir. Bizə məlumdur ki, atom kütləsi proton sayı və neytron sayının cəminə bərabərdir. Neytron sayını taparkən, deməli, atom kütləsindən proton sayını çıxmalıyıq. Burada deməli, bizə atom kütləsi verilmişdir. Nisbi atom kütləsi 27 çıxaq, deməli, artıq proton sayını da bilirik, 13, o da bərabərdir. 14 olacaq, doğru cavab. Anyonları müəyyən edin. Bizə məlumdur ki, əgər deməli, hissəcikdə elektron sayı proton sayından çox olarsa, bu tip hissəcikləri biz
anyonlar deyirik. Yəni mənfi yüklü iyonlara anyonlar deyilir. Birinci verilən deməli müsbət yüklü iyondur, katyondur. İkinci verilən hissəcik atomdur. Üçüncü verilən hissəcik deməli anyondur. Dördüncü verilən hissəcik anyondur. Beşdə verilən hissəcik isə deməli hidroksonium iyonudur, katyondur. Deməli doğru cavab 3, 4 olacaq. Hidrogenin oksigenlə yanma reaksiyasının tənliyi verilmişdir. Deməli reaksiyanın istilik effekti 572 kilojoldur. Reaksiyaya əsasən 2 mol oksigen sərf olunduqda əmələ gələn istilik miqdarı bizdən soruşulur. Deməli gördüyümüz kimi reaksiya tənliyində 1 mol oksigen sərf olunduqda alınan istilik miqdarı 572 kilojol verilmişdir. Yəni aşağıdan tənliyimizi bu şəkildə tərtib edə bilərik. Deməli 1 mola 572 kilojol istilik ayrılırsa, 2 mol deməli oksigen sərf olunarsa, o zaman ayrılan istilik miqdarını x desə, x da buradan bərabərdir. 2 vurulsun 572 kilojol, o da bərabərdir. Deməli 1144 kilojol eləyəcək. Deməli doğru cavab 1144 kilojol olacaq. Cədvəldə deməli qarışıqlar verilmişdir. A üstəgəl B qarışığı süzmə üsulu ilə ayrılır. A üstəgəl C qarışığı isə distillə üsulu ilə ayrılır. Bizə məlumdur ki, süzmə üsulunda suda həll olmayan bərk maddənin deməli mayedə həll olmaması, yəni həll olmursa onu ayırmaq olar süzmə üsulu ilə. Deməli burada hər ikisi üçün ortaq A-dır. Distillə üsulu isə bir-birində həll olan maye qarışığının ayrılma üsuludur. Deməli burada mən A-nın maye olduğunu deyə bilərəm. Çünki hər ikisində ortaq olan mayedir. Gördüyümüz kimi. Deməli B bərk haldadır, aqreqat halı. Deməli həm də eyni zamanda deməli suda həll olmayan bir birləşmədir. C isə o da maye halındadır. Doğru ifadələr bizdən soruşulur. B adi şəraitdə mayedir qeyd olunub. Müəyyən elədik ki, B bərkdir. A üstəgəl C eyni cinsli qarışıqdır. Baxıram ki, A deməli maye haldadır. C də maye haldadır və distillə üsulu ilə ayrılır deyə eyni cinsli qarışıq olacaq. Bu doğrudur. Adi şəraitdə bərkdir A qeyd olunub. Bu yanlışdır. A maye haldadır. Distillə üsulu bir-birində deməli həll olan mayələrin ayrılma üsuludur. A üstəgəl B müxtəlif cinsli qarışıqdır. Bu isə doğrudur. Deməli doğru cavab 2, 4 olacaq. Uyğunluğu müəyyən edin. Deməli kimyəvi elementlər verilmişdir və əmələ gətirdiyi bəsit maddələr bizdən soruşulur. Karbonun əmələ gətirdiyi bəsit maddələr bizə məlumdur ki, deməli almazdır, qrafitdir bu verilənlərdən, yəni C və Y olacaq. İkinci üçün oksigen üçün ozon və oksigen qazıdır, yəni A və D olacaq. İkiyə də. Üçüncü isə fosfor üçün isə deməli ağ fosfor, qırmızı fosfor, qara fosfor. İndi burada ancaq ağ fosfor verilib deyə 3-ə də B uyğun olacaq. Deməli 1-ə C-yi, 2-yə AD, 3-ə də B olacaq. Deməli cədvəldə helyum verilmişdir. Kütləsi 16 qram olarsa mol sayı və həcmi bizdən soruşulur. Və burada da helyum üçün nisbi atom kütləsi verilmişdir. Deməli biz 1 mol helyumun kütləsinin 4 qram olduğunu deyə bilərik verilən nisbi atom kütləsinə əsasən. O zaman 16 qram helyumun deməli mol sayını A desək, A da buradan bərabər olacaq deməli 16 bölünsün 4, o da bərabərdir 4 mol eləyəcək. Deməli, A-nın qiyməti 4-ə bərabər oldu, müəyyən elədi. İndi isə B-ni, yəni həcmi biz kütləyə görə də tapa bilərik, mol sayına görə də tapa bilərik. Yəni ki, bizə məlumdur ki, bütün qazların normal şəraitdə 1 molu 22,4 litrdir. O zaman 4 mol həmin bu helyum üçün yazaq. 4 mol helyumun deməli həcmi nə qədər olacaq? B. Buradan da B bərabərdir, deməli 4 vurulsun 22,4 litr, o da bərabərdir 89,6 litr eləyəcək. Cədvəldə mis2O, yəni mis1 oksid verilmişdir. Maddənin kütləsi 72 qramdır. Maddədə elementlərin kütləsi, yəni 72 qramda x qram mis və y qram oksigen vardır. X çıx y fərqi bizdən soruşulur.
Əvvəlcə biz həmin maddəmizin molyar kütləsini tapaq. Deməli, bərabərdir. İndeksində 2 var deyə nəzərə alıram. Nisbi atom kütləsi verilib. Üstə gələk 16. Oksigenin atom sayı 1-dir. Bərabərdir. Burada deməli 128 üstə gəl 16 o da eləyəcək 144 qram. İndi tənasübə əsasən orada olan misin və digər oksigenin kütləsini tapa bilərəm. 144 qram deməli mis 1 oksiddə gördüyüm kimi misin kütləsi 2 vur deməli 64, yəni 128 qram mis varsa, o zaman 72 qramında biz deməli x yazacağıq. X da buradan deməli bərabər olacaq. X bərabərdir 72 vur 128 bölünsün 144. Buradan deməli x sayıcı 2, 128-i 2-yə böləndə 64 qram eləyəcək. Deməli x-in kütləsini tapdıq. İndi eyni qayda ilə tənasübdən fərqli doğru həll yolu ola bilər. Yəni mən bu şəkildə yazıram. Mis 1 oksidi yazıram. Deməli burada olan oksigenin kütləsi 16 qramdır. Bayaq nəzərə alanda o şəkildə hesabladıq. Deməli oksigenin kütləsi 72 qramda isə nə qədər oksigen var? Onu da y deyək. Buradan y bərabərdir. Deməli 72 vur 16 böl 144. Yəni ixtisar gedəcək 2-yə. 16-yı 2-yə böləndə 8 qram eləyəcək. Deməli aşağıdan biz x çıx y fərqini artıq tapa bilərik. 64 qramdır. Çıxılsın 8 qram. O da bərabərdir 56 olacaq. Deməli bizim verilənlərə əsasən biz artıq x-i tapdıq, y-i tapdıq və x çıx y fərqində tapmış olduq. X65 atomunun nüvəsində neytronların sayı protonların sayından 5 ədəd çox olarsa, onun nüvəsinin yükünü və D elektronların sayını hesablayın. Deməli, əvvəlcə biz birinci halda onun nüvə yükünü hesablayıq, yəni proton sayını hesablamalıyıq. Gördüyümüz kimi x üçün atom kütləsi 65-dir. Neytronların sayı protonların sayından 5 ədəd çoxdur. Qeyd olunub protonların sayını A desəm, deməli neytronların sayısı A üstə gəl 5 şəklində yaza bilərəm. Bizə məlumdur ki, atom kütləsi bərabərdir proton sayı üstə gəl neytron sayının cəminə. O zaman 65 bərabərdir. Neytron sayı və proton sayı artıq göründüyü kimi yazmışıq burada. A üstə gəl 5 eləyəcək. Buradan 2A bərabərdir. 65-dən 5 çıxanda eləyəcək 60. A da bərabərdir 30. Deməli, proton sayının 30 olduğunu müəyyən elədik. İkinci halda deməli həmin elementin biz elektron formunu yazaraq D elektronların sayını tapa bilərik. X30 üçün, yəni elektron formunu yazası olsaq 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 2, 3p üstü 6, indiyə qədər deməli ümumi 18 elektronu paylamış olduq. 4s üstü 2, deməli 20 və 3d üstü 10 şəklində yaza bilərik 30 elektron paylanmasına uyğun. Deməli gördüyümüz kimi D elektron sayı da 10-a bərabər olacaq.